Salam, hər vaxtın xeyir olsun. Biz Badandaqdakı sanuzelimizin və sanitar qovşağının istipolun altını döşürük. Zalateksi vuruflar hazırdır. İndi isə istipolun altını bugün döşüyüb. Sabahdan istipolun çəkilişini eləyəcək. Çünki bir gün qalmalıdır ki, bu quruyar. Yəni bunu tez bazarda işləmək olar. İntihası o keyfiyyətsiz çıxır. Necə? Görürsünüz, bunun istipolun altında zigzag yerləri var, çökək yerləri var. Bu ona görədir ki, mətanəti çəkəndə daraqla yerə çəkin, bunu da qoyunda arasında dolur, möhkəm olar, altında boşluq olmur. Ancaq peynaplası vuranda, o köpü ilə vurursan, köpü ilə vurulanda müəyyən yerlər boş qalır, o tez bərkir. İşini tez aparmaq üçündür, başa düşdünüz? Yəni bu mətanət çətin olsa da, ancaq işin keyfiyyətli çıxır. Özdə daraqla çəkəndə göstərəcəm, tam altı dolu olmalıdır ki, bir də üstünə çıxmaq olmaz birinci döşəyəndə. Bunları görürsünüz, bu istipolun borusu arasından gedəndə kip oturur buna. Bu əzləndə keyfiyyətsiz çıxır. Buna nəzarət eləmək lazımdır. O da nəzarət eləyəndə ki, az-azdır. Bu kafeli mən qırıqdır bir tərəfi, mətbəxdən söküblər. Bunun düz tərəfinin kafenin üstündən qoyub, üstünə çıxarınca hər yeri eyni standart olsun. Dik yoxdur burada, ona görə da məcbur kafedi qoyacağım. Düzdür, əziyyət olsa da ağırdır. Ancaq işiniz keyfiyyətli çıxmaq üçün ondan daraqla çəkməlisən, işin keyfiyyətli olsun. Bu dəqiqə Bakıda ustalar çoxdur, adını prorab kimi qələmə verir. Güya ki, bunun qrupbası var, işçiləri var, ustaları var. Hamısı boş şeydir, yalandan aldanmayın ona. Həmən ustalardan iş verib 50% faiz alır. Yəni bunu bilin. Yəni aldanmayın ki, ay belə çalışın, ustanın özü işi görsün. İşi görmürsə o adama iş gördürmüyor. İş gördürsəniz işiniz qalacaq pis günə. Çalışın ustanın özünə işi gördürün. Mən bilirəm də, tanıyıram Bakıda kimlər nə iş görür, nə eləyir. Faiz alanı hasıdır. Özdə faiz nə alır? 50% alır. 2000 manatlıq iş danışırsan 1000 manatını həmən dəqiqə alır. O yerində 1000 manat qalır. O işin keyfiyyəti nə olacaqdır? Heç nə, heç bir şey. Özdə danışan kimində sıraz deyil işçilərim var. Sənin nə işçin var ki? Sən ancaq oradan faiz tutursan. Vallahi. Elə də. İşçisi var. Mən bilirəm də onlar kimdir, nə döyülür. Amma yəni əsas müştərilərə deyirəm ki, aldanmayın. Aldansanız işiniz də pis günə qalacaq. Materialınız da zayi olur, heç nə. Qaldı belə. Birinci mətanəti vurursan, sonra da daraqla çəkirsən. Yerə tam yedizdirirsən də, belə deyək, tam yerlə birləşir mətanət. Yerimiz darısı qaldı. Görürsünüz, bax, mətanət belə vurulur, bax. Biz peynaplastımızı qoyduq mətanətin üstünə və
kafeli üstündən qoyub, görürsünüz bir tərəf düzdür. Bu kafeli onsuz da tullandı, ona görə da bundan istifadə edirəm. Görürsən, bax, bu belə olmalıdır. Gördünüz, bax, bu düz olmalıdır. Bax, belə, bax. Gördünüz. Kafede görürsünüz, qırılmır. Niyə qırılmır? Altı düz olur, ona görə. Həm kafenin ağırlığı, həm də öz ağırlığı yerə tam bərkidir. O da ağırdır, vəbşə çətin olur. Ağırdır, düzdür. Əziyyətdir, ancaq işin qəşəng keyfiyyətli çıxır. Görsən, buradan baxırsan ki, qırağından, üstündən basanda qırağından çıxardır. Əsas odur ki, işin yaxşı çıxır. Tələm-tələsik pul alıb qaçmaqla deyil. İşini gərək təmiz görəsən. Biz axırıncı penoplasımızı da yapışdırdıq əzizləyicilər. Gördüyünüz kimi o hissəmizdə bizim vanna olacaq. Ona görə vannanın altına ehtiyac deyil. Bir dənə hərəkət harda olursa ora lazımdır. Buranı tamamladıq. İndi isə keçirik o birisi sanuzelimizə. Bunun calaqları stiklərini düz qoymalısan. O vacib məsələdir. İndi burada kvadrat azdır. Böyük yerlərdə çalaqları düz qoymayan da zamokları. Axırda gedir əyilib çıxır. Ona görə ona nəzarət eləmək lazımdır. İndi isə keçək o birisi tərəfi də çəkilişini eləyək. Hissə-hissə də olsa da videonun axıra qədər izləyin ki, görə biləsiniz. Biz növbəti sanuzelimizə başlayırıq. O birisini qurtardıq. İndi isə buna keçmişik. Buranı da vuraq. Mətanəti yerə tam yedizdirməlisən ki, tutum yaxşı olur. Ta elə belə başdan soldu yox. Şey kimi də, şəxs metbah necə olur? Eyni elə. Eyni bir şey. Sırazı bir dəfə çəkən kimin olmaz da. Yəni yerə tam yedizdirəsən ki, möhkəm olar. Çalışır deyirlər, ay qrupban var, nəyim var. Elə şeydən aralı durur. Onlar hamısı bir qrupda maşinlikdilər. Yalandan gürəkimdir bunlar. İşçiləri var da.
İşçiler yok. Niye düzünü danışırlar ki? Desinler ha. İşi satırıq, faiz alırıq. İşimiz də pis günə qoyuruq. Ha elə desinlər də. Niyə yalandan danışırlar? Çok Bu yaxınlarda bir nəfər var, müştəri zəng edir ki, ay usta, bir nəfər var, ona zəng eləmişəm. Bana deyir ki, işçilərim var, nəyim var? Ha dedim yalanla deyim, nə işçisi var onun? İşçisi zad yoxdur, işi satır, pul alır. 50% özdə pul alır. Sən o işdən nə iş gözləyərsən? Deyir, elə mən də bildim. Elə deyir, mən də bildim ki, hə, burada nəsə kələk var. Ona görə də çalışın, aldanmayın. Bunun üstüne kafeyi koyacağım. Kafel orada değil ha. İş budur, bax əziz izləyicilər. Yoxsa durub orada yalandan işin tez getmək üçün köpükdən istifadə edirlər. Nə bilim, mətanəti düz vurmurlar. Budur, bax iş. Əziyyət deyil, düzdür. Amma hər adam da başa düşmür ki, əziyyət bağırlıq da qranitdir. 60-ın 1.20-yədir. Onu da hər adam başa düşmür. Ha, indi o müştəri deyir ki, danışdım, deyir ki, ustalarım var, qrupban var. Deyir, bildim ki, yalandan, deyir o. Ha, dedim, sağ olmuş, çalışın, aldanmayın, aldandınızsa eviniz də pis günə qalacaq, heç nə də eləyə bilmirsən. Ne qarışsın, Bu dəqiqə inan qalmayıbdır. Bu da hazır. Bir de usta o şeye diyerse ha. Bu çıkıntılar var ha. Zamakların yeri. Zamoklar əlbəttə ki, tam oturmalıdır. Zamoka qoydunsa yerini oturtmalısan. Sabahsı günü problem yaşanmasın. Və görsüz, belə olmaz qoymaq, çıxıntılı. Ha, belə olmalıdır. Va düzlüyünə baxın, gördünüz. Əziz izləyicilər, hələlik bu qədər. İnşallah videonu axıra qədər tam çəkiliş edə bilmirik. Hissə-hissə çəkiliş edir ki, görə biləsiniz. Çünki köməkçi telefonla çəkir, mənə kömək eləməlidir. Hələlik bu qədər. İnşallah növbəti videolar olacaqdır. Çəkiliş eləyəcək. Sizlər də abunə olmağı unutmayın. Like verməyi unutmayın və kommentariyalarda gözləyirəm sizləri.
Sağ olun, hələlik bu qədər. Biz stepolun altlığını döşədik, qurtardıq beynaplasımızı. Hazırdır. İndi isə sabahları inşallah gəlib stepolun çəkilişini eləyəcəyik. Gördüyünüz kimi altı zadda qəşəng mətanətlə yaxşı doldurmaq şərtindən daraqla qəşəng dolandan sonra pison. İndi isə yaxşıdır. Sabahlar inşallah stepol birisində çəkilişini eləyək gedək. Bura yataq otağı sanuzelidir. Burada belə desək də oxşur. Burada hazırdır. Buranın çəkilişi hamısı sıfırdan mən eləmişəm. Videoda var hamısı, YouTube kanalında var. İstəsəz girib baxa bilərsiniz. Buranın sıfırdan çəkilişi bərbad gündə idi. Hamısının çəkilişini eləmişəm. Bu turbalar da görürsünüz, borular var. Bu borulardakı hamısı bu köynə burada çəkiləndir. Bərbad gündə idi də, daha bir sözlə orada var. Videoda hamısı açıq aydın çəkiliş eləmişəm, görünür. Bu hissədə burada vanna olacaq bizim. Vannanın da ki yeri ehtiyac deyil. Əsas hərəkət olunan yerlər lazımdır. Ona görə də hərəkət olunan yerləri nəzərə alaraq onların alt hissəsi stepol olur, qurtardı getdi. Başqa yerlər ehtiyac deyil. Çünki bu sidəcək, bura artıqlamasından bəhs edir. Hələlik bu qədər əzizləyicilər. İnşallah növbəti videolar olacaq. Abunə olun ki izləyə biləsiniz. Sağ olun, hələlik bu qədər.